Salam, hörmətli izləyicilər. Lyudmila Pavlichenko 1916-cı ildə Kiyevdə anadan olmuşdur. İkinci Dünya müharibəsində Sovet snayperçisi kimi vuruşmuşdur. O, öz adını tarixə, deməli, döyüşdə ən çox düşmən zabit və əskərini öldürən qadın kimi düşmüşdür. Beləliklə, 1943-cü ildə cəbhədə göstərdiyi qəhrəmanlığa görə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdür. Belə ki, o cəbhədə olduğu müddətdə 309 nəfər Alman əskər və zabitini məhv eləmişdi. İkinci Dünya müharibəsi başlayan zaman Lyudmila Pavlichenko Kiyev Dövlət Universitetinin Tarix fakültəsində təhsil alırdı. O, atıcılıq kursuna yazılır. Bu sahədə öz qabiliyyətini daha da inkişaf etdirmək üçün burada kurs keçir və beləliklə də Qızıl Ordunun tərkibinə qatılır. İlk könüllülərdən olur və o dövrdə Qızıl Ordunun tərkibində olan 2000 nəfər snayperçi qadından biri olur və beləliklə də o fəaliyyətə başlayır. Əslində o tibb bacısı kimi də fəaliyyət göstərə bilərdi, lakin o bundan imtina eləyir, cəbhəyə gedir və ilk uğuru cəbhədə SVT 40 tüfəngi ilə deməli öldürdüyü 2 nəfər deməli Alman əskəri olur. Beləliklə də onun əsas uğurları Sevastopol və Odessanın müdafiəsində olur. Burada o çoxlu sayda düşmənin əskər və zabitini məhv eləyir. 1942-ci ildə deməli minaatan nəticəsində o yaralanır və sonra ordudan geri çəkilir və 1943-cü ildə Amerika Birləşmiş Ştatlarına və Kanadaya ziyarətə gedir və Amerika Birləşmiş Ştatlarının o dövrdəki prezidenti Roosevelt onu qəbul eləyir. Beləliklə də Lyudmila Pavlichenko ABŞ prezidenti tərəfindən qəbul olunmuş ilk Sovet vətəndaşı kimi də tarixə düşür. O 1974-cü ildə insultdan dünyasını dəyişir. Allah rəhmət eləsin. Çox sağ olun, təşəkkür edirəm.